üçün Bravo'ya getmişdim və gəldim. Yeməmi yedim, çayımı içdim, biraz oturdum. Sonra başqa heç aldıqlarım da bu. Bunu evə gətirdim. Aldıqlarımı da göstərəcəm, almışam marketdən. Bunu 1 manat almışam. Başda 23 manat 93 köpü bu gün xərcləmişəm Bravo'ya. Bir də gözəl hava var, qəşəng hava var. Bu gün də bütün işlərimi bitirmişəm. Ev təmizliyi elədim. Sonra getdim elə marketə. Həyatda elə bu gün nə işlər vardı, hamısını həlləmişəm. Rahat, bu gün rahatam. Belə bir başqa işlərə qalıb, onların da vaxt öcəndə eləyəcəyəm. Əsasən pəncərələrim qalıb, yaxşı görə qalmışam, hər axşam yağış yağıb. Allahın köməyinə sonra onları da həlləyəcəyəm. Belə. Bu da qrup Bravo marketə aldıqlarımı da sizə göstərəcəyəm. Belə. Bir də düz almışam. Sadəcə 2 dənə aldım. Zeytun yağım bu da indirimdə idi və belə düz almışam. Bu da vlogumun sonu. Belə. Bugün də belə keçdi. Videoma bəyənin və kanalıma abunə olmayı unutmayın. Sağ olun.